Bax, müsibət gəlir qabaqdan ki, bu uşaqlar orada necə oxuyacaq? Bu yolda neçə maşınlar sürüşür, ora düşür, bura düşür. Kürdəmirin Köhnə kəndindəki kənd əhalisi yollarının bərbad olmasından narazıdır. Yollar uzun müddətdir təmir olunmur, yağışlı havada gediş-gəliş çətinləşir. Problemimiz bax, bu yol üstündə durduğumuz yol müsibətidir. Hansı ki, 10-15 gündən sonrasına bizim hesab etdiyimiz Köyünlü kəndidir. Köyünlü kəndə yaşayırıq. Məktəbimiz də oradadır. 10 illik məktəb, 11 illik məktəb də oradadır. Bizim o körpə bağlarımız bu 2 kilometr palçıqda heç öz necə deyirlər, çantasında olan sumkanı yerdən götürə bilmir. Bax, müsibət gəlir qabaqdan ki, bu uşaqlar orada necə oxuyacaq? Problemimiz bax, bu yol söhbətidir ki, bizə köməklik olsun. Bax, bu gördüyünüz indi az-azıq bu çıngıldaşlar var. Onu da biz öz cəmaatımızın cibinin hesabına ondan sonra köməklik olunub deyir, bax, bu vəziyyətə düşübdür. İndi də çətinlik yaranıb, hər şey bahaçılıqla cəmaat çatdıra bilmir. Yolun təzədən buna daş tökə bilmirik. Yağıntılar da elə hesabatı yoxdur. Əgər fikirləşirik ki, 10 gündən sonra yağış yağsa, bu cəmaat, yəni bu uşaqlar bir tərəfə çıxmağa bizim imkanımız yoxdur. 47 ildir mən Köhnədə o bir kənddə həkim işləmişəm. Uşağı alırdım birinci uşağın buradan əlinə. Bu yoldan çıxırdım düz asfalta. 8 kilometr yoldur. Buna kim dözər? Nə olar başqa rayonlarda? Zərdaba gedirsən asfalt. İmişlər gedirsən asfalt. Qeyri bir rayona gedirsən asfalt. Nəinki asfalta. Arıza bir maşın kırabilir bize bu yola vermediler. Bu günləri Köhnə cəmaatı bizdən ora 3 kilometrə məktəbə gedirlər. Bu problemi həll eləmək üçün Allah köməyiniz olsun. Sizlərə müraciət olundu. Gəldiniz, yoxladınız, gördünüz. Köhnə deyəndə biz gedir problem orada yaranırdı. Oranı çəkirlər. Bura gəlib çəkmirlər. Köhnünü götürürlər. Deyəndə də şikayət də eləyəndə deyirlər ki, köhnü qutarıb. Bu kəndə baxmırlar. Su çəkildi, bu kəndə çəkilmədi. Artizan qoyuldu. Hər bir kənddə var. Bu kənddə yoxdur. Buranın keçmiş adı Fətxanlıdır. Qaldın ki, nə iş görülürsə hamısı köhnəyə görülür. Bu kəndə görülmür. Uşaqlar elimdən örkək. 3 kilometr yol piyada gedirlər. Gəldiniz o məsnənin üstündə gördünüz. O palçıqla uşaqlar basa-basa, palçığa bata-bata düz o kəndə gedirlər. Yola çıxmağa maşın tapırıq. Məsələn, yol maşın çıxmaq üçün bizə skor lazım olur. Skor gəlir. Hansısa bir xəstəxanaya çatdırmaq üçün 30-35 kilometr yolu biz buradan 40 manata, 30 manata gedirik. Deyəndə ki, bunu biraz aşağı çatdıra bilməm, deyir yolum yoxdur da mənim. Qış uzunu bax, bu yolda neçə maşınlar sürüşür, ora düşür, bura düşür.